Deməli, belə bir mail gəlib mənə, Qəlbani adında, ofis. Baxaq. Mənə gəlib bu, hardan? İKTA-dan. İnformasiya Kommunikasiya Texnologiya Agentliyi. Böyük ehtimalə də qeyd olunub ki, salam hörmətli Qəlbanə xanım. Böyük ehtimal bu bizim məşhur Kənan Hacıyev təxribatçının və onun bacısının, atasının iş yeri bura olacaq. Böyük ehtimal. Onlar böyük ehtimal bura güvənir. İnformasiya Kommunikasiya Texnologiya Agentliyinə böyük ehtimal güvənirlər və bizim bu atası tərəfindən zorlanmış xanım, atası böyük ehtimal burada işləyir. Böyük bir ehtimal. Mənim təbii ki, bu ehtimalımdır, sübut yoxdur hələ ki buna. Və 2021-ci ildə Kənan Hacıyevin əməkdaşları, yəni iş yoldaşları da məhz onun atasını mənə şöbə rəis kimi qələmə verdilər. Və bu böyük ehtimal əgər o Kənanın bacısının atasıdırsa, yəni Kənan Hacıyevin atası burada işləyirsə, 2019-cu və 20-ci illərdə Kənanın aşkar şəkildə bu bəyanatları, çıxışları var idi də. Məlumat bizimdirsə, hər şey bizimdir. Yəqin bu atasına güvənirdi, bir yerə atasına. Böyük ehtimal. Təbii ki, bu da araşdırılmalıdır. Bu da araşdırılmalıdır, görək o kim olub, nəçi olub. Bu proqramı aç, bu PDF yazılıb, bu necə açmaq fikrim yoxdur mənim açığı. Böyük ehtimalle bunu virus yükləmək üçün mənim telefonuma göndəriblər. Bu necə açmayacağım mən bu dəfə. Bu necə silsəm yaxşı olar. Çünki mən bura İKTA-ya mən heç bir mail göndərməmişəm. Bu da bizim bu Bacıyevin, Kənan Hacıyevdir, Bacıyevdir, nəzi bildi. Yəni insanda abır-həya da yaxşı şeydir də. Bandattel adlanan, Bancım adlanan bir quruma girəndə, biləndə ki, sən belə bir işçisən, sənin orada iş yoldaşların var, sənin bir işdən çörək kəsən insanlar var. Yəni ən azından sən belə onların sifətinə üzrə necə baxsan Kənan, mənə çox maraqlıdır. Olsun baş əməliyyatçı İbrahim, olsun baş əməliyyatçı İbrahim atası. Yəni sən bu iş yoldaşlarının üzrə necə başını qaldırıb baxırsan? Çox maraqlıdır, həqiqətən. Yəni insanda bir namus, qeyrət də yaxşı şeydir. Ən azından özünü soruşsa istefa ərizəviyə çıxdan ki, işdən çıx ki, yəni mən belə bir idarədə işləməyə layiq adam deyiləm. Bacımın şəkilləri 69 formasında YouTube-da gəzir. Nə deyim valla? Bu adamlar hamısı təxribatçı, xaricə cəsusluq eləyən, xarici vətəndaşlarla sıx əlaqəsi olan insanlardır. Havadardakı valideynləridir. Bunu da silək, ataq bloka, İKTA. Hadisi üzrə göndərmək üçün ofis, İKTA üzrə. Pomesk как spam, и все.